Bakıda səfərdə olan Qırğızistan nümayəndə heyətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən mediatorlarla görüşü, konfransı keçirilib. Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev iştirakçıları salamlayaraq mediasiyanın mübahisələrin alternativ həlli mexanizmi kimi əhəmiyyətindən, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyindən və Azərbaycan Mediasiya İnstitutunun inkişaf yolundan bəhs edib. O, mediasiyanın yalnız hüquqi mexanizm deyil, eyni zamanda dialoq, etimad və ədalət üzərində qurulan ictimai institut olduğunu vurğulayıb. Daha sonra Qırğızistan Respublikasının Ədliyyə Nazirinin müavini Grozbek Sıdıkov çıxış edərək ölkəsində mediasiya sahəsində həyata keçirilən islahatlardan, normativ hüquqi bazanın formalaşdırılmasından və praktiki tətbiq mexanizmlərindən danışıb. O, Azərbaycanla təcrübə mübadiləsinin və Türk dünyası çərçivəsində hüquqi əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib. Türk Dünyası Arabulucular Birliyinin İdarə Heyətinin sədri Yakub Erikel çıxışında türk dilli ölkələr arasında mediasiya sahəsində vahid yanaşmaların formalaşdırılmasının, peşəkar mediator şəbəkəsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. O vurğulayıb ki, mediasiya türk dünyasında yalnız hüquqi deyil, həm də tarixi, mənəvi bağları gücləndirən vasitə kimi çıxış edə bilər. Şimdi gördüğüm kadarıyla Batı Azerbaycan cemiyeti olarak, siz içtima olarak gerçekten çok önemli bir konuyla meşgulsünüz. Yani burada Azerbaycanlı kardeşlerimizin hukuki sorunlarını, insan hakları ile ilgili konularını, mülkiyet konularını inceleyerek onlara yardımcı oluyorsunuz ve dünyanın dört bir tarafında bu konuyla ilgileniyorsunuz. Aslında bu konu bir tarafıyla siyasi bir konu, fakat bu siyasetle çözülecek bir konu değil. Aslında arabuluculuk yöntemiyle çözüldüğü takdirde buradaki sorunlar çok daha kalıcı bir şekilde çözülür ve nihayetinde de o ilgili ülkelerde de bir sorun oluşmaz. Bunun için bir elçiye gerek vardır. Yani arabuluculuğun çalışma sistemi zaten bir elçilik usulüyle olur. Burada ya taraflardan birisi arabulucuya müracaat ederek bizim böyle bir ihtilafımız var diyebilir, ya da arabulucu direktmen bir ihtilafla karşılaştığında ben bu konuda size hizmet sunabilir miyim diyebilir. Siz böyle bir cemiyet kurduğunuza göre, siz bu cemiyetinizle ilgili nerede bir sorunla karşılaşmışsanız, ki bunların zaten sizde konu istatistikleri vardır, o konuları Türk Dünyası Arabulucular Birliği'ne getirdiğinizde biz ilgili devletlerle, ilgili kamu yönetimleriyle diyalog kurarak, bu artık hangi düzeydeyse bir masa oluşturarak buna katkı çok rahatlıkla sunabiliriz. Tədbirin diqqət çəkən məqamlarından biri də konfransda Qərbi Azərbaycan əsilli iş adamlarının, mediatorların iştirak etməsi olub. Müzakirələr zamanı Qərbi Azərbaycana qayıdış ideyası, deportasiya olunmuş Azərbaycanlıların hüquqları və bu prosesdə beynəlxalq hüquqi mexanizmlərin rolu da gündəmə gətirilib. Qeyd olunub ki, mediasiya və dialoq mədəniyyəti Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə izahı və ədalətli həlli baxımından mühüm alət ola bilər. Bakı Türk Ticarət Mərkəzinin rəhbəri, Qərbi Azərbaycan əsilli iş adamı Yılmaz Okuklu, mediasiyanın biznes mühitində mübahisələrin operativ və sülh yolu ilə həllində mühüm alət olduğunu bildirib. Ticarət və iqtisadi əlaqələrin inkişafında Mediasiya İnstitutunun roluna diqqət çəkib. Mən Qərbi Azərbaycanlıyam deyəcəksiniz necə? Çünki mənim nənəm Gülsüm xanım o zaman qalıb Kiçikvedidə, onun qızlarından Dürrə gəlib İdirin Başgöv vilayətinə, yəni Arazın o birisi tərəfində ailə qurub, mən də soy kökümə gedəndə Gülsüm xanımın nəvələrindənəm. Konfrans çərçivəsində çıxış edən təşkilat təmsilçiləri Qərbi Azərbaycan məsələsində dəstəkçi ola biləcəklərini, bu mövzuda hüquqi və ictimai platformalarda əməkdaşlığa açıq olduqlarını ifadə ediblər. Bu mövqe tədbir iştirakçıları, xüsusilə Qərbi Azərbaycanlı iş adamları tərəfindən maraq və rəğbətlə qarşılanıb. Lamiyə Rövşən qızı, Bəxtiyar Nəsirli, Qərbi Azərbaycan televiziyası.